Neçə ildir bu işin içindəsən? Photoshopla tanışdığım 2009-cu ildən bəri, yəni sırf başlamışam web dizayn sahəsi üzrə. Sırf web dizayn, bəli, bizim proyektimiz var idi o vaxtda dostumuzla, evdə kurs saytı var idi və o saytda biz video dərsliklər hazırlayırdıq. Və başladıq bir neçə şirkət üçün veb saytları hazırlamağa, hətta onun texniki supportunu belə biz özümüz edirdik. HTML, CSS öyrəndim. Bu arada proqramlaşdırma ilə məşğul olmuşdum. Delphi, Pascal, sonra C#-a keçmişdim, ASP.NET falan. Bir də baxdım ki, mən artıq web sahəsindəyim. Sən hansı ki, Webmaster. O vaxtlar doğrudan da ən məşhur belə deyim də sahələrdən biri idi Webmaster. Və zaman gəldi, artıq web sahəsində o qədər də inkişaf yox idi da bazarda. Yəni həqiqətən yoxdur. Hamısı Türkiyədən, Rusiyadan sifarişlər verirlər. Bəli, durub hansısa şirkətə biz deyirdik ki, gəl sənə sayt yaradaq. Deyirdilər ki, sayt nədir? Yəni web saytın doğrudan da nə olduğunu bilmirdilər. Zamanla biz onlara tətbiq eləməyə başlamışıq.